NATO'dan ciddi bir xəbərdarlıq gəldi İran üçün. Qeyd edilək ki, 20 avqust tarixidir və Gündəm xəbərinin efirində siyasi bir xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, NATO İranın Avropadakı Amerika hərbi bazalarına mümkün hücum planı ilə bağlı xəbərdarlıqlardan sonra mühüm şəkildə müttəfiqlərini müdafiə etməyə hazır olduqlarını bildirib və bu da sözün əsl mənasında İrana bir xəbərdarlıqdır. İranın Avropadakı Amerika hərbi obyektlərinə mümkün hücum planları ilə bağlı xəbərlərin ardından da məhz NATO'dan açıqlama verildi ki, Alyans İran tərəfindən yarana biləcək təhdidlərə qarşı müdafiə və eyni zamanda çəkindirmə imkanlarının güclü olacağını bildirir və NATO rəsmisi Financial Times qəzetində İranın Amerikadakı hərbi bazalarına mümkün hücumları nəzərdən keçirdiyi barədə yayılan xəbərlərlə bağlı bildirib ki, biz qarşılıq verməyə hazırıq. NATO bütün müttəfiqləri müdafiə etmək üçün hər zaman lazım olanı eləyəcək deyə NATO rəsmisi açıqlamasında bildirib və eyni zamanda açıqlamada NATO alyansın daha hava hücumundan müdafiə imkanlarının da effektivliyinə xüsusi olaraq diqqət çəkilib və bildirib ki, bu ilin əvvəlində NATO'nun hava hücumundan müdafiə sistemləri İrandan məhz Türkiyəyə yönələn ballistik raketləri 4 ayrı hadisədə uğurla zərərsizləşdirib. Qeyd edilək ki, məhz savaş müddətində Qaziantep və kimi bir sıra şəhərlərə də İran tərəfindən hücum edilmişdi. Və bundan əlavə İranın Xarici İşlər Naziri Abbas Əraqçı isə Amerikaya Bolqarıstandakı hərbi bazadan məhz istifadə icazəsinin verilməsindən sonra Sofiya rəhbərliyinə də xüsusi olaraq xəbərdarlıq edilib və Əraqçı Bolqarıstanlı həmkarı ilə görüşmədə İranın əleyhinə hərbi hücumda hər hansı bir formada iştirak edən tərəfin məhz bunun nəticəsinə görə məsuliyyət daşıyacağını da bildirib və qeyd edək ki, Avropa tərəfləri artıq İran və Amerika cəbhəsində sözün əsl mənasında ikili kampaniya yürüdür və gedişatın hansı istiqamətə davam edəcəyini isə sadəcə zaman göstərəcək.